12 imam şiyələrinə özünü nisbət verən bəzi yazıq təbəqələr, bəzi yazıq dindən və savaddan kənar olan insanlar. İşləri güzləri əyləncədir. İşləri güzləri oxumaqdır. İşləri güzləri oxumaqdır. Hər gün bir dənə oxuyan çıxır, amma bir dənə dəyərli alim yoxdur. Çünki asaddır oxumaq. Amma elm çətin şeydir. Zəhmət istəyən şeydir. Axır zaman budur da, imamın sözü mənim elə yadımdan çıxmır. Hər gün təkrarlanır ki, gün gələcək bizimkilər bizim elmi tərk edəcək. Bizim elmi oxumaqdan əvəzinə yerinə şeirlər oturacaq, təranələr oturacaq, nəğmələr oturacaq. Oturub da qurban olun sənə. Ona görə namazın batinindən xəbəri yoxdur. Namazı ruhən qıla bilmir, nə namaz heç insan kimi formalaşa bilmir. Amma denən bir yerdə tort var, gör necə qaçacaq. Denən bir yerdə aş var üstündə qarası ilə, gör nə gələcək. Belə din olar, belə Peyğəmbərin əxlaqını sən bu cür davam etdirməyə düşünürsən. Peyğəmbərin Əhl-i Beytin 12 imamın şiyəsinin bilsən nə cür başı olmalıydı. Bilmirəm, onlar oradan baxanda bizə gülürlər, ağlayırlar, yazıqları gəlir, mən bilmirəm onu. Dua eləsinlər, Allahın bizə rəhmi gəlsin vallah. Ey fani dünya! Bu üç insanla oturun, durun. Bunu deyir bizə Allah Rəsulü, istinad eləyir Həzrəti İsa'ya. Əla nəbiyyinə və alihi və aleyhisselam deyir ki, Həzrəti İsa'ya iman getirən həvariləri ondan soruşdular. Mən nöcalis, kimlə oturaq duraq, kimlə dost olaq, kimlə necə gedgəlimiz olsun, məclisimizə kimi çağıraq, kimin məclisinə gedək, bunları necə eləyək, dedi. Birincisi, görəndə Allahı sizə xatırladan, danışanda içinizə elm ötürə bilən və davranışlarına, həyat xəttinə baxdığınız zaman ahirət